Gençlər salam, hər vaxtınız xeyir. Mən Həcər müəllimə. Keçən olduğu kimi bu ildə sizlərə birinci qəbula, birinci blok imtahana nələr düşə bilər, hansı mövzulardan sual düşə bilər, bu barədə kiçik bir video çəkmək istədim. Ümumiyyətlə mənim burada qeyd etdiklərim sadəcə mənim e, mülahizələrimdir, belə deyək, yəni mənim fikirlərimdir. Bunları hardansa eşitdiyim, duyduğum deyil, təxmin elədiyim illərin qəbullarını analiz etdiyim, gəldiyim nəticələri istəyirəm sizlərlə də bölüşüm. Ən çox diqqət yetirməli olduğum məsələlər demək uşaqlar, diqqət edirsiniz cinsiyyət sistemi ilə bağlı olan məsələlərə. Bu ola bilər ki, qadın və yaxud da kişi cinsiyyət sisteminin quruluşu, buradan məsələn mayalanma harda gedir, yumurta borusuna aid olan xüsusiyyətlər və yaxud da e, deyək uşaqlıqda baş verən proseslər, bunları belə bir uyğunluq kimi sual şəklində görə bilərsiniz. Duyğu orqanları analizatorlardan ola bilər ki, situasiya tipli sual duyğu orqanlarından gəlsin. Yenə də deyirəm, bunlar mənim öz ehtimallarımdır. Duyğu orqanlarından situasiya tipli sual gələ bilər. Tənəffüs sistemində demək, OTK sınağında var idi bu tipdə bir məsələ. Dərindən nəfəs alma, dərindən nəfəs vermə zamanı qaz mübadiləsi, nə qədər qazın mübadiləsini həyata keçirdir. Bu tipli məsələlər düşə bilər. Çünki dərsliklərdə verilib, 8-ci sinif dərsliyində verilib, amma test toplularında yox idi. OTK-nın sınağında bunu nümunə şəklində görə bildiyimizə görə bu qəbula da düşə bilər uşaqlar. Burada bir dənə ciddi, diqqətli yanaşma olsun. Diqqətlə izləyin həmin hissəni. Düzdür, həmin sınağın izahını paylaşmışdım. O hissədə necə demək, dərindən nəfəs alanda 2000 hava qəbul edirik, 2000 ml bu hava hansı havaların cəmidir. Dərindən nəfəs verəndə 3500 hava xaric edirik. Toplam bir dəfə dərindən nəfəs alıb, dərindən nəfəs verəndə 5500 hava mübadilə etmiş olurduq. Bunu bu şəkildə izah eləmişdim. OTK-nın sınağında düşmüş sualı. Amma altından rəy yazanlardan razılaşmayanlar da var idi. O hərənin şəxsi görüşüdür. Biz ona bir söz deyə bilmərik. Sadəcə əvvəl olmayıb yeni tətbiq olunan nümunələrə görə deyirəm ki, o hissəyə diqqət yetirəsiniz. İfrazat sistemi nefronda süzülmə, sorulma prosesi hansı hissələrdə gedir? Buradan sual gələ bilər, şəkilli sual gələ bilər. Dayə xərəkət aparatı bizim gözmuncuğumuzdur. Hər il mütləq dayə xərəkət aparatından sual gəlir. Ətrafın sümüyü deyəndə qurşaq və sərbəst hissəni bir yerdə götürürsünüz. Sizə verilən şəkil üzərində qurşaq, ətraf sümüklərinin olub-olmadığını müəyyən edirsiniz. Məsələn, var idi, ayaq aşağı ətrafın sərbəst və qurşaq hissəsi verilmişdi. Burada deyirdi ki, həm sərbəst, həm qurşaq hissə varmı, yoxmu? Bu kimi suallar var idi. Ona görə bu tipdə sual rastınıza çıxa bilər. Sinir sistemindən hansı suallardan şübhələnirəm? Onurğa sütunu, onurğa beyni üzərindən simpatik, parasimpatik sinirlər. Demək, dərsliyin bir hissəsində verilmiş sualdır və orada demək, şəkil üzərindən bir ildə qəbula düşmüşdü həmin şəkil. Səhv eləmirəmsə 2023 qəbuluna düşmüşdü. Həmin şəkildən yenidən sual gözlənilir. Orada simpatik, parasimpatik sinirlər hansı mərkəzdən hansı hissələrə gedir. Həmin hissələrə diqqət edin. Bir dəqiqə mən lap açıb göstərim sizə həmin hissədən bir parça ki, orada nəyə diqqət eləyəsiniz? 8-ci sinif dərsliyini açın. Həmin şəkil üzərindən 2023 qəbulda verilən şəkilə uyğun. Bir dəqiqə mən həmin hissəni açım. Hə. Baxın, söhbət bu şəkildən gedir gənclər. Buradan nələrə diqqət yetirin? Demək, parasimpatik sinirlər beyin kötüyündən ürəyə gəlir, amma orta beyindən gözə gəlir. Məsələn, bu hissəyə bir dənə diqqət yetirin, deyərdim. Baxın bu hissəyə. Sonra parasimpatik sinirlər uzunsov beyindən çıxaraq daxili orqanların işini tənzimləyir. Amma omadan çıxanlar sadəcə çanaq boşluğu orqanlarına gəlirdi. Böyrəklərin simpatik, parasimpatiklə fikir verin. Ən çox çaşqınlıq yaradan budur. Böyrəklərin parasimpatiki beyin kötüyündən, simpatiki isə bel şöbəsindən gəlir. Bir də simpatik sinirlər burada 2 rəqəmi ilə göstərilən hissədir və bunun özü də 2 hissədən ibarətdir. Döş boşluğu və yuxarı orqanlara
bu sinir dəstəsindən gedir. Qarın boşluğu orqanlarına isə aşağıda göstərilən dəstədən gedir. Yəni burada diqqət eləsəz, simpatik sinirlərin özlərində iki yerə ayrılmış olur. Bu da simpatik sinirlərdir, bu da simpatik. Sadəcə yuxarı hissədən gedənlər yuxarı orqanlara gedir, aşağı hissədən gələnlər qarın boşluğu orqanlarına gəlmiş olurdu. Döşdən çıxan. Və bu şəklin üzərindən sual yenidən görülə bilər. Vegetativ generativ orqanların şəkil dəyişməsi, orqan şəkil dəyişməsindən həmişə sual düşür. Ona görə də orqanların şəkil dəyişməsinə ciddi fikir verin. Zilal biosintezindən, demək, OTK sınağında mən axırıncı izah etdiyim 19-cu sınaq idi. Orada 19-cu sınaqda birinci sualda da eyni nümunə idi. Bir də ortada da yenə bir dənə sualda 20 neçənci sual idi səhv eləmirəmsə. Orada da eyni nümunə idi. O tipdə sual görülə bilər. 19-cu sınağın 20 sınaq toplusundan danışıram. Onun 19-cu sınağının birinci sualına baxın. O nümunə əsasında yeni bir sual görə bilərsiniz. DNT məsələlərindən nukleotidlərlə bağlı sual demək gözlənilə bilər. Burada da nukleotidlərin neçə növ rabitə ilə birləşməsi, bir də onlar karbohidrat və fosfat qalıqları arasındakı rabitələrin hesablanması. Buradan da məsələ gələ bilər. Karbohidrat və fosfat qalıqları arasındakı rabitənin hesablanma qaydasını sonuncu canlı yayımımda izah etmişəm. Arzu edənlər oradan girib baxa bilərlər. Onların hesablama qaydası necədir? Bitkilərin fəsilələri ən çox şübhələndiyim mürəkkəbçəklər fəsiləsidir. Günəbaxanın səbəti ilə bağlı məsələ gələ bilər, amma ümumiyyətlə fəsilələrdən bir sual görmək ehtimalımız yüksəkdir. Karpaçenko məsələlərindən də sual gələ bilər və yaxud da Karpaçenko deyil də seleksiyadan bir sual gələ bilər. Müasir tədqiqatlara görə mənşə mərkəzləri və yaxud da Vavilova görə mənşə mərkəzləri, müasir tədqiqatlarda olub da Vavilovda olmayan mənşə mərkəzlərinin müəyyən edilməsi, ekvator xəttini kəsən mərkəzlər hansılardır? Asiya, adında Asiya olan mərkəzlər hansılardır və yaxud da neçə dənə mərkəzə Asiyada rast gəlinir? Bu tipdə sual gələ bilər seleksiyadan və yaxud da sadəcə Karpaçenko məsələlərində görə bilərik. Nəsil ağacı son dövrlər dəbə düşüb artıq. Biz bundan əvvəl də qəbulda nəsil ağacını görmüşdük, həm də MİQ imtahanlarında istifadə olunur. Qorxmayın, gənclər, nəsil ağacı çətin deyil. Sadəcə biraz diqqətlə yanaşsanız həll etmək mümkündür. Həşəratlarla bağlı sual gözləyirəm bu qəbulda. Həşəratların ətraf qanad sayı cədvəlli, sxemli belə bir sual kimi düşünürəm. Qurdlarla bağlı biohelmik, geohelmik, təmas helmikləri, bunların qruplaşdırması ilə bağlı sual gələ bilər. Qurbağa da bizim göz muncuğumuzdur. Qurbağanı da görməyəndə darıxırıq. Qurbağa hər qəbulumuzda demək olar ki, var. Ən çox düşündüyüm, şübhələndiyim qurbağanın skeleti ilə bağlı olan sual ola bilər. Skeletlə bağlı sual gələr və yaxud da metamorfozu ilə bağlı. Genetikadan əkizlik, yumurta hüceyrələrin mayalanmasında iştirak edən qametlər, xromosom müxtəlifliyi, müxtəlif yumurta əkizlərində olan xüsusiyyətlər, bax bu tipdə bir uyğunlaşma sualı kimi düşünürəm onu. Bir də daha çox yer verilir artıq, yəni son illərin qəbullarını biraz analiz eləsək görürük ki, cədvəl, qrafik tipli tapşırıqlara çox yer verilir. Ona görə də cədvəllərlə işləmək qaydasını öyrənin uşaqlar, qrafiklərə düzgün yanaşın işləmə qaydasına və inşallah ki, hər birinizə uğurlar arzulayıram. Hər kəs öz çəkdiyi zəhmətin bəhrəsini görsün. Mən yenə də hansı suallardan şübhələnərsəm əgər, o sualların izahını sizin üçün çəkəcəm.